Paralelipedin rənglənmiş üzünün sahəsi 36 olarsa, onun tam sətin sahəsini tapın. Deməli, bu sahəsi 36-dırsa, bu hissəsi 9-dur. Deməli, hündürlük burada olacaq 4. Bizdən də paralelipedin tam sətin sahəsi tələb olunur. Hündürlük 4 olduğu üçün burada yenə 36 və 36 qarşı üzlər bərabərdir. 6 və 4 bu hissə olur 24 və qarşı üzlərin sahəsi bərabərdir. Həmçinin oturacaqlar isə olacaq 9 vur 6, yəni 54 və ondan da 2 dənədir. Yəni S tam bərabər olmalıdır. 2 vurulsun AB üstəgəl AC üstəgəl BC şəklində tapırıq. Və buradan S bərabərdir. Deməli 2 dənə 36 olan üzdən 2 dənə 24 olan üzdən, yəni 4 vur 6 24 və üstə gəlinsin 2 ədəd də oturacaq olacaq, yəni 9 vur 6 54 bərabərdir. 2 vurulsun 36 ilə 24'ü toplasaq 24 üstəgəl 54 bərabərdir. 2 vurulsun bu isə olacaq deməli 60, 60'ın da üstünə 54 114. 114'ü də vursaq 2'yə 228.